Deməli, Libra kitabdan Tarixdən İbrətamiz Hekayələr kitabından 4-ü buruna oxşadan rəssam mövzusunu oxuyuruq. 20-ci əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri sayılan Pablo Picasso'nun uşaqlığı yoxsulluq içində keçib. Qəsəbə məktəbində oxuyanda Picasso'nun riyaziyyat müəllimi ondan tez-tez narazılıq edərmiş. Çünki balaca Picasso nə vaxt 4 rəqəmi ilə qarşılaşsa, 4-ü insan burnuna oxşadıb qalan bədən üzvlərini də çəkməyə başlayırdı. Bir də baxırdı ki, dərs yaddan çıxıb, 4-dən şəkil çəkməklə məşğuldur. Müəllimi nə qədər cəhd etsə də, onu bu hərəkətindən çəkindirə bilmir. Picasso isə 4 rəqəmini görəndə özünü saxlaya bilmədiyini, rəsm çəkməkdən başqa hər şeyi unutduğunu deyirdi. Picasso'nun atası da rəsm müəllimi idi. Balaca Picasso atasının sulu boyası ilə evin çöl divarlarına şəkil çəkirdi. Bu ona zövq verirdi. Ailəsi Picasso'nun ali təhsil alıb məmur işləməsini istəyirdi. Ancaq Picasso dərsdə misalları dəftərinə köçürür, evdə isə hər rəqəmi istədiyi kimi bəzəyib düzəyirdi. 13 yaşı olanda Picasso atasının yarımçıq saxladığı rəsmi tamamlayır. Bunu görən atası oğlunun rəssamlıq qabiliyyətinə heyran qalıb rəsm çəkmək üçün lazım olan bütün alətlərini ona verir. İstedadlı Picasso 16 yaşında Barcelona'dakı İncəsənət Akademiyasına qəbul olur. Lakin çox keçmədən ağır xəstəliyə tutulub şiddətli baş ağrılarından əziyyət çəkməyə başlar. Özünə qapansa da rəsm sevgisi onu işləməyə çağırırdı. Fırçanı kağız üzərində gəzdirdikcə sanki ağrıları azalırdı. Onun ilk rəsm sərgisi 17 yaşında nümayiş etdirilir. İspaniyada qərar tuta bilməyən Picasso Parisə köçüb orada sirkləri, qaraçı çadırlarını gəzərək dünya görüşünü zənginləşdirir. Həzmkarlığı ilə tanınan Picasso məşhur əsərlərindən birini ərsəyə gətirənə qədər onun üzərində günlərlə işləmiş, 800-dən artıq qaralamasını çəkmişdi. Picasso kubizm cərəyanının əsasını qoymuş, rəsmlərdə şüşə qırıqlarından və qəzet parçalarından istifadə edərək rəssamlığa yenilik gətirmişdir. 1937-ci ildə Gernika qəsəbəsində günahsız insanların bombalanmasından təsirlənərək Gernika rəsmini çəkmiş, bu hadisə etirazını bildirmişdi. Picasso ömrü boyu 13.000-dən artıq rəsm əsəri çəkmiş, özünə məxsus istedadı ilə rəssamlıqda yeni cığır açmışdı.